İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Hər vaxtınız xeyir olsun. Bugün həftənin 4-cü günüdür. Bu isə o deməkdir ki, bugünkü həmsöhbətim yüksəliş müsabiqəsinin daha bir qalibi olacaq. Daha dəqiq desəm, ikinci yüksəliş müsabiqəsinin qalibi. PMC Qrup şirkətində insan resursları və təlim şöbəsinin istedadların cəlbi və inkişafı üzrə baş mütəxəssis Camal Nağıyev studiyamızdadır. Necəsiz Camal? Təşəkkür edirəm. Yaxşıyam. Sizlər necəsiniz? Çox sağ olun. Biz də yaxşıyıq. Sizin şöbə nə işlə məşğul olur şirkətdə? Məsələn, töhfəniz nə olur şirkətə? Əslində biz şöbə olaraq bizim təşkilatın insan resursları siyasətinin bütün funksiyaları üzrə olan fəaliyyətlərini icra edirik. Həm istedadları şirkətimizə cəlb edirik, onları şirkətimizdə saxlamağa və şirkətimizdə onları inkişaf etdirməklə məşğuluq. Siz özünüz istedadlı gənc deyəndə kimi nəzərdə tutursunuz? Kim sizin gözünüzə, adam necə deyəndə başa düşürsünüz ki, bunda istedad var? Əslində bu suala cavab vermək üçün düşünürəm, biraz istedad ifadəsini açmamıza ehtiyac var. Əgər biz insan resurslarının yanaşması olaraq desək, istedad ya şirkətə cari dövrdə töhfə verən və ya gələcək potensialı ilə şirkətdə performansında bir qatqı sağlayacaq şəxslərə biz istedadlı şəxslər deyirik. Bu ya indiki fəaliyyətlərlə şirkətə töhfə verirlər və ya potensialları ilə gələcəkdə şirkətdə hansı bir rəqabət üstünlüyü yaradacaqlar. Biz həmin şəxsləri istedadlı şəxslər adlandırırıq və onları şirkətimizə cəlb eləməklə yanaşı onları şirkətimizdə uzun müddət saxlamağa fokuslanırıq. Onda istedad anlayışı bu şirkətə, vəzifəyə, şöbəyə görə hətta dəyişə bilər. Bəli, ümumilikdə istedadda bir ümumi tərif verə bilərik, amma tələblərə uyğun istedad anlayışı müəyyən qədər dəyişə bilər. Amma istəyəcəm bax bugün həmin o hansı məqamlar var, ümumiləşdirmə etsək, əgər hansı bacarıqlar, biliklər bugün daha vacib hesab olunur, hansı vəzifədə çalışmağından asılı olmayaraq o haqqda danışaq, amma çox qısa reklam fasiləsindən sonra. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Həmsöhbətim isə ikinci yüksəliş müsabiqəsinin qalibi Camal Nağıyevdir və biz orada qalmışdıq ki, istedadlı gənc deyəndə onları hansı xüsusiyyətlər birləşdirir? Əslində biz bu ifadəni iki aspektdən qiymətləndirsək, düşünürəm ki, daha doğru olar. Biz vəzifənin tələb elədiyi texniki bacarıqlar tərəfi, hansı ki, bu işi ən yaxşı formada icra etmək üçün tələb olunan bazı texniki biliklərdir. Bu istiqamətdə şəxs əgər bazar tələblərini və vəzifə tələblərini qarşılayırsa, biz onu istedadlı gənc olaraq saya bilərik. Digər aspekt isə yumşaq bacarıqlar tərəfidir. Hansı ki, siz hər hansısa bir şəxsi texniki biliklərinin çox yaxşı olmasına görə komandanıza cəlb edə bilərsiniz. Əgər sizin onun texniki bacarıqlarından istifadə etmək üçün iş şəraitiniz yoxdursa və ya həmin şəxsin yumşaq bacarıqları sizin komandanın tələblərinə uyğunlaşmırsa, yəni sizin komandanı və iş mühitinə uyğunlaşa bilmirsə, bu zaman siz oradan nasıl bir fayda əldə etmə əmsalınız çox aşağı düşür. Yəni faydalı iş əmsalı çox aşağı düşə bilər. Bunun üçün biz istedadlı gənclər dedikdə həm yumşaq bacarıqlar tərəfdən yüksək potensiala sahib, həm də texniki bacarıqlar tərəfdən yüksək potensiala sahib şəxsləri adlandırılır. Bununla yanaşı belə bir ifadə oxumuşdum. Deyir, 21-ci əsrin savadsızları oxumağı bacarmayanlar deyil, öyrəndiyini yenidən öyrənə bilməyənlərdir. Və istedadlı bir şəxslər edir ki, yeni biliklərə çox sürətli şəkildə adaptasiya olub onları öyrənə bilmə bacarığı da bir növ şəxsləri istedadlı şəxslər adlandıra bilərik. Öyrənmə, bu bildiklərimizi unudub yenidən təzə formada nəsə öyrənməliyik, yoxsa elə olduğunun üzərinə nəsə əlavə etmək olar? Əslində bunu belə ifadə edim. Bizim bildiklərimiz texnologiya və bazar inkişaf etdikcə onlar da dəyişir. Yəni bugün 10 il öncəki insan resursları anlayışı ilə bugünkü cari bazarda olan insan resursları anlayışı söz olaraq hər ikisi insan resursları adlandırılsa da həm funksiyaları baxımından, həm bazarın tələbləri baxımından inkişaf edir. Yəni əgər biz biliklərimizi yeniləmiriksə, bazarın tələblərini araşdırmırıqsa, bu zaman artıq bizim biliklərimiz köhnəlir və bu artıq tələblərə cavab vermir. Məsələn, bir HR 5 il öncə, 10 il öncə ilə müqayisədə bugün nəyi bilməlidir?
Bu gün bəsit bir nümunə üzərindən gedəcəm, hansı ki mövzumuza daha yaxın olsun. Biz istedadların cəlbindən və onların gözləntilərindən danışırıq. 5 il öncə insanların əmək bazarı ilə bağlı, hansı ki istedadlı kadrların əmək bazarı ilə, iş mühiti ilə bağlı gözləntiləri fərqli idi. Bu gün onların gözləntiləri fərqlidir. Biz bir işçini işdə saxlamaq üçün nə edir? Onun motivasiyasını davamlı yüksək tutmağa çalışırıq. Biz motivasiya ilə bağlı bir çox nəzəriyyələr var. Mən bunlardan əsasda Vroom'un gözlənti nəzəriyyəsinin üzərində daha çox dururam. Nəyə görə? Çünki cari dövrdə biz istedadlı kadrların gözləntilərini öyrənməliyik, xüsusilə insan resursları olaraq ki, çünki bazarda istedadlı kadrları bizi rəqabətdə güclü edəcək kadrları tapmaq bir asan deyil. Tapmaqdan daha önəmli məsələ onları saxlamaqdır. Onları saxlaya bilmək üçün biz onların gözləntilərini doğru anlamalıyıq. Belə bir nümunə vermək istəyirəm. Bir istedadlı kadr bir iş yerini seçəndə, hər hansı bir vəzifə təklifini seçəndə ilk düşünür ki, mən hansı bilik bacarıqlarını şirkətə verəcəm və qarşılığında şirkət mənə nə verəcək? Əgər burada tarazlıq olursa, balans yaradılırsa, həmin işçi orada uzun müddət çalışmağa maraqlı olur. Və biz burada nəyi öyrənməliyik? Xüsusilə insan resursları sahəsində o əməkdaşı hansı iş mühitinin şəraitini yaratmalıyıq ki, o uzun müddət bizdə qalsın. Haşiyə çıxara belə bir ifadə səsləndirmək istəyirəm. Mən özüm oxuduğumda çox maraqlı gəlmişdi. Deyir ki, işçilər şirkətləri xatırlamır, orada yaşadıkları hissləri, rəhbərinin davranışını, komandanın ona olan münasibətini xatırlayır. Ona görə bizim həmin əməkdaşı bizdə saxlamaq üçün onda xoş hisslər yaratmalıyıq ki, xoş duyğular iş yeri ilə bağlı. O bağlılıq hissini gücləndirməliyik ki, həmin əməkdaşlar bizdə qalsın. Bu gözləntilərə uyğun motivasiya deyəndə, məsələn, kimsə əgər sadəcə maaş artımı istəyirsə, amma o insanı sən götürüb yaxşı bir təlimə göndərirsənsə, bu səhv yanaşmadır. Söhbət ümumiyyətlə bundan gedir də, düzdür? Və ya kimsə rahat iş yeri istəyirsə, sən onu təlimə göndərirsənsə, o da yenə səhvdir. Əslində gözləntinin formalaşması 3 aspektdən baş verir. Birincisi vədlərdir. Biz bir əməkdaşı işə götürəndə, müsahibədə və ya iş elanında yazırıq ki, tələblərimiz bunlardır, təkliflərimiz, yəni bizim təklif paketimiz bunlardır, vəzifə bu olacaq, maaş bu olacaq. Bir vədlər veririk, bir gözlənti formalaşdırırıq. Ondan sonra əməkdaş bizdə işə başladıqdan sonra burada qayda budur modeli olur. Yəni işə başlayır, görür ki, burada performansın qiymətləndirilməsi sistemi budur, iş haqqının sistemi budur və buna əsasən bir gözlənti formalaşır və sonra performansla mükafat arasında bir yanaşmanı, performans və mükafat arasında əlaqədən bir gözlənti formalaşır. Mənim performansım necə olarsa, mənim mükafatım hansı səviyyədə olacaq. Buna uyğun bir gözlənti formalaşır əməkdaşdan və biz bu xüsusilə də məsələn Vroom'un nəzəriyyəsində belə bir yanaşma vardı. Orada 3 aspektdə qiymətləndirilir. Əgər bir əməkdaşın motivasiyası yüksək olmalısa, birinci gözləntisi məsələsidir. Mən bu işi görəcəm, mən bu işi görəcəm və nəticəm olacaqmı, yəni nəticəyə çatacaqmı? Yəni mənim səylərim performansla nəticələnəcəkmi? İkinci məsələ, mən performans göstərdikdən sonra bu mükafatlandırılacaqmı? Burada üçüncü məsələ sizin də vurğuladığınız məsələdir. Mən performans göstərəcəm, bu performansın qarşılığında mənə verilən mükafat mənim dəyərlərimə uyğun olacaq, olmayacaq. Əgər bu mükafat mənim dəyərlərimə uyğun olmadıqda artıq mənim motivasiyam aşağı düşür. Motivasiya insanlarda fərqlidir. Kimisini pul motivasiyalandıra bilir, kimisini səlahiyyət, kimisini vəzifə və s. Bizdə burada ortaq məsələni tapmaq lazımdır. Örnək olaraq desəm, siz hər hansısa bir əməkdaşın əmək haqqısını müəyyən məbləğdə artırıb, onun daha aşağı motivasiyanın düşməsinə səbəb ola bilərsiniz. Çünki əməkdaşın bu gözləntisinə uyğun bir artım olmaya bilər və ya və s. ola bilər. Əlbəttə ki, mən razıyam, şirkətlərin maaş artımı ilə və s. bağlı büdcələri limitlidir, amma biz burada əməkdaşın büdcəsini limitli şəkildə artırırıqsa, onun səlahiyyətlərini və ya onun məşğul olduğu işlərlə bağlı da müəyyən genişləndirmələr və fərqlilər etməliyik ki, o balans olsun. Bizim bu sadaladığımız 3 faktordan 3 faktorun cəmi motivasiya eləmir. Yəni yüksək motivasiyalı işçi demək deyil. Bunların hasili yüksək motivasiyalı işçi yaradır. Əgər bunlardan biri 0 olarsa, hansı ki gözləntisi, əməkdaşın gözləntisi, onun yəni tam mən bu işi görürəm, bu işi həqiqətən bir nəticəsi olacaqmı? Nəticəsi oldu.
və mən bu yəni bu görüləcək və qiymətləndiriləcəkmi? Bunun qarşılığında verilən mənə mükafat mənim dəyərlərimə uyğun olacaqmı? Bunların üçünün hasili yekunda müsbətdirsə, demək ki, bizim əməkdaşın motivasiyası yüksək olacaq. Əgər biri 0 olacaqsa, demək ki, əməkdaşın motivasiyası da aşağı düşəcək. Çox qəşəng nəzəriyyədir, xoşuma gəldi. Amma şirkətlər buna nə qədər önəm verir, nə qədər baxır bu sizin dediklərinizin hamısının həyata keçməsi üçün? Əslində buna şirkətlər, müxtəlif şirkətlərdə daha yaxşı və bəzilərində daha aşağı ola bilər. Amma bizim bayaq sizinlə bir ifadə səsləndirdi. Dedi ki, artıq 10 il öncəki insan resurslarının yanaşması ilə bugünkü insan resurslarının yanaşması və tələbləri fərqlidir. Artıq bir çox şirkətlərdə bu mövzulara daha çox diqqət ayrılır. Motivasiya paketlərinə və xüsusilə də performans idarəetmə sistemlərinə xüsusi diqqət ayrılır və bunun üzərində işlənilir. Hansı şirkət bu mövzularda daha uğurludursa, onlar istedadları özlərində saxlamağa daha müvəffəqdirlər. Ümumiyyətlə bu istedadı özündə saxlaya bilmək çox çətindir. Çünki həm də indi deyirlər axı Z nəsli tez-tez iş dəyişməyə meyllidir. Əslində mən bundan tam razı deyiləm. Özüm də Z nəslinin bir nümayəndəsi olaraq. Əslində Z nəsli tez-tez iş dəyişməyə, müəyyən bir kütlə var. Bu əvvəlki dövrlərdə də həmin kütlələr tez-tez iş yer dəyişməyə maraqlı idilər. Xüsusilə də mən bunun bir nəsillə əlaqələndirilməsinin çox tərəfdarı deyiləm. Bazar dəyişir, bazar şərtləri dəyişir və insanların öz həyat standartlarını, həyat şəraitlərini inkişaf etdirməklə bağlı bir gözləntiləri formalaşır bazara uyğun. Bu gözləntiləri qarşılaya biləcək iş yerləri axtarırlar. Əgər həm gəlir səviyyəsi olaraq, həm də iş mühiti olaraq bu yerləri axtarmağa çalışırlar. Örneğin biz sizə bir nümunə göstərə bilərəm. Siz hansı bir şirkətdə çalışırsınız, yuxarı bir əmək haqqı alırsınız. Amma bu şirkətdə 5 ildən sonra sizin bazarda rəqabətli bir kadr olmağınızı təminatın vermirsə, yəni sizin sahəniz limitlidirsə, siz orada uzun müddət qalmağa maraqlı olmayacaqsınız. Çünki artıq siz 5 il sonraki dəyişiklikləri nəzərə alıb özünüzü inkişaf elətdirmək istəyirsiniz. Yəni bu kimi faktorlar nəzərə alınaraq, Z nəsli daha sürətli iş yeri dəyişməkdən maraqlı olur. Keçmiş dövrdən xüsusilə də biz ata-babalarımızda eşitdiyimiz bir söz var ki, tam Sovet dövründə sən hərbi xidmətdən gəlirdin, səni bekar qalmağa, yəni işsiz qalmağa qoymurdular, səni aparırdılar Sovetliyin hər hansısa bir fəaliyyət sahəsində çalışdırırdılar. Artıq orada insanların sahə çox da önəmli deyildi. Yəni bazar tələbləri də çox sürətlə dəyişmirdi. Bizim mənim doğulduğum regionda üzümçülük daha çox məşğuldur. Hər kəsə üzüm tarlalarında işlədirdilər və bazar çox rəngarəng, çox çeşidli olmadığı üçün sən tez-tez iş yerini dəyişim, yəni bu üzüm tarlasında çalışmayım, başqa üzüm tarlasında çalışım deyə bir dərdin yox idi. Siz bir Z nəslinin nümayəndəsi kimi bu millenniallarda nəyi başa düşmürsünüz? Nə sizə qəribə gəlir ki, bu insanlar niyə belə eləyir, niyə belə işləyir, niyə belə yaşayır? Əslində bunu biraz mən köhnə nəsli də bəzən çox qınamıram, yeni nəsli də bəzən. Qınamaq demirəm, sadəcə sizə nə fərqli görünür? Nəyi anlamırsınız? Bu biraz əslində mən düşünürəm ki, mən üçün də çətin sual oldu, amma buna belə bir cavab səsləndirə bilərəm ki, insanların yaşadığı mühitlər, öyrəndiyi, oxuduğu kitablar, eşitdiyi sözlər onda bir yanaşma formalaşdırır. Və biz çox vaxt bizim yanaşmamıza uyğun davranışlar olmadıqda və ya münasibətlər olmadıqda biz düşünürük ki, onlar niyə bunu belə edir? Və mənim özümə hər zaman təlqin etdiyim bir ifadə var, bəlkə səhv mənəm. Misal biz çox da xüsusilə də daha çox özümdə Z nəsli olduğum üçün Z nəslini bəzən bir çox məsələlərdə qınayırlar ki, onların yanaşmaları budur və s. Amma bəlkə də elə ən doğrusunu edən, misal bizim qınanılan tərəf bəlkə də ən doğrunu edən tərəfdir. Yəni bunu dəyərləndirmək üçün gərək məsələnin hər aspektinə baxarsın. Mən nəyə görə deyirəm bu sualı cavablandırmaq mənim üçün çətindir? Çünki mən daha öncə bunun üzərində düşünməmişəm və deməli olmayıb onda. Sizə çox fərqli nəsə gəlməyib. Çox fərqli nəsə gəlmir. Onda yaşca özünüzdən daha böyük insanlarla çalışmaqda işte sizə problem olmur. Mən ümumiyyətlə belə bir yanaşmam var. Ortaq dil tapmağa çalışıram. Özümün də müəyyən bir standartlar olur ki, əlbəttə qarşı tərəf o standartları keçdiyi təqdirdə əks reaksiyalar ola bilər, amma qarşı tərəfi də anlamağa və ortaq bir dildə danışmağa çalışıram. Örneğin bir nümunə gətirmək istəyirəm. Bir zaman biz elə işlərdə daha 50-nin üzəri bir yaşda olan bir rəhbərlə bir ünsiyyətimiz olmuşdu. O müasir, modern məsələ ilə bağlı məlumatsız idi və
demiş ki, bu formada olmamalıdır. Digərlərin reaksiyaları daha biraz sərt oldu. Məsələn, orada dedim ki, yəni mən başa düşürəm ki, o bundan məlumatsızdır. O məlumatsız olduğu üçün bu reaksiyanı verir. O bundan məlumatlı olsaydı bu reaksiyanı verməyəcəkdi. Bəzən burada məsələləri konfliktə aparmamağa daha fokuslanırıq ki, bu məsələ konfliktə getməsin. Danışılıb həll olunsun. Danışıldıqdan sonra artıq qarşı tərəfin reaksiyası, tavrı dəyişmirsə, artıq biz də öz davranış stilimizi ona uyğun formalaşdırırıq. Razıyam ki, danışmaq həmişə ən yaxşı yoldur, amma onun da öz çətinlikləri var da. Hər kəslə fərqli danışmaq lazımdır. Hər kəslə ümumiyyətlə danışmaq olurmu, ortaq dil tapmaq olurmu, o məsələ də var. Ona görə siz bunu yüksəlişdə necə həyata keçirdiniz? Məsələn, komanda üzvlərinizlə necə ortaq dil tapdınız? Həm rəqibsiz, həm də bir komanda yoldaşısınız, amma həm də qalib gəlmək lazımdır. Düşünürəm, danışıqda ən effektiv yol tapmaq üçün birinci yaxşı dinləməlisiniz. Dinləmək çox önəmlidir və dinləyəndə də cavab vermək üçün dinləməmək. Bu ikinci məsələdir mənə görə. Əgər cavab vermək üçün dinləyirsənsə, qarşı tərəflə hər hansı bir məsələni dinləməyin daha da çətinləşəcək. Çünki qarşı tərəfin ehtiyacını anlamırsan, yəni sən onunla empatiya qura bilmirsən ki, onun ehtiyacı nədir və ona uyğun cavab verə bilməyəcəksən, əgər dinləmirsənsə. Mən çalışırdım birinci dinləyim. Əgər proses nə qədər qıcıqlandırıcı olsa da, qarşı tərəfin reaksiyaları mənim xoşuma gəlməyə bilər və ya prosesi ləngidə bilər, amma çalışırdım birinci ilk növbədə dinləyim. Dinlədikdən sonra bunu necə həll edə bilərik? Bu məsələ yanaşmadır. Necə həll edə bilərik? Qarşı tərəfə bunu təqdim edirdim. Qarşı tərəfin etirazların varsa, o etirazların üzərində işləməyə çalışırdı və beləliklə nəticə olurdu. Bir də mənim özümün bir yanaşmasım var ki, hər bir proses, biz bir müzakirədəyik. Qarşı tərəfin reaksiyası bu mənim şəxsim olan reaksiya deyil. Bu prosesi olan reaksiyadır, bu кейsi olan reaksiyadır. Eynilə işdə də belədir. Bizim kimləsə bir problemimiz işlə bağlı yaşanırsa, mən onu şəxsləşdirməməyə çalışıram. Başa düşürəm ki, bu işlə bağlı olan aqressiyadır. Bu insana daha az təsir edir. Əgər bu şəxsləşdirilsə, bu artıq bir növ konfliktlərin yaranmasına səbəb ola bilər. Çox razıyam, amma bunu da etmək sanki o qədər də asan deyil, amma razıyam ki, doğru yol budur. Belə etmək lazımdır. Bunların çoxsu nəzəri olaraq hamısı asandır, praktikada çox çətindir. Danışmaq asandır. Danışmaq asandır, praktikada çox çətindir. Təsəvvür edin ki, siz kimlənsə hansı bir məsələni müzakirə edirsiniz və artıq görürsünüz ki, bir müddətdən sonra sizin şəxsinizə qarşı müəyyən bir hörmətsizliklər olur. Və bu kimi hallarda professionallığı qoruyur, mən 100% professionallığı qoruyuram, mən etikadan kənara çıxmıram. Bu kimi ifadələr düşünürəm ki, səmimi olmaz. Çünki bəzən qarşı tərəfin də tam anlaya biləcəyi formada ona cavablar verməyə ehtiyac olur. Amma bu o demək deyil ki, birbaşa sən qarşı tərəfə kobudluq etməlisən və ya etikadan kənar etməlisən, amma ehtiyac olarsa müəyyən qədər səs tonunu qaldıra bilərsən. Bu qışqırmaqla səs tonunu qaldırmaq arasında bir fərq var. Mən qışqırmağı nəzərdə tutmuram, amma bəzən mən belə bir yanaşmanın da tərəfdarıyam. Ən doğru variant həmin situasiyanın tələb elədiyi variant. Yəni bəzən bir komandanızda, biz komanda ruhunun önəmindən çox danışırıq da. Əgər komandada bir nəfər komandanın nəticə əldə etməsinin qarşısını alırsa, onu uzaqlaşdırmaq ən yaxşı variantdır. Həmin layihədən və ya həmin prosesdən. Onu bir müddətli komandanın kənarında saxlamaq, bu komandanın nəticə əldə etməsində effektiv təsir edəcəksə, bu doğru variant ola bilər. Amma nəzəri olaraq biz deyirik ki, hər zaman insanları komanda şəklində çalışmağa sövq eləməliyik, bunun üçün şərait yaratmalıyıq. Amma baş verən situasiya bunu tələb edirsə, bu addım atmaq olar. Siz dediniz ki, danışıqların aparılmasında ən vacib birinci yaxşı dinləməkdir də. Məsələn, sizdən asılı olanda siz dinləyirsiniz, amma qarşı tərəf əgər sizi dinləmirsə və ümumiyyətlə də ignor edir sizi, yəni siz danışırsınız, fikir bildirmir və ya sözünüzü yarıda kəsir tez-tez, onda necə vəziyyətdən çıxırsınız? Mən elə olanda zaten deyirəm ki, əgər sözünüzü bitirdinizsə, biz sağollaşa bilərikmi? Çünki qarşı tərəf sözünü bitirdiyini təsdiqləyəndən sonra onunsa danışmayacaq deyə düşünürəm. Sona qədər danışsın, sonra çıxırsınız, gedirsiniz. Və yarısında bildirirsiniz ki... Danışır da. Və belə xüsusilə insan resursları sahəsində çalışanda belə hallar çox olur. Bəzən biz etirazlarla işləyirik və s. hallar olur. Bu istimada qarşı tərəf sizi dinləmədikdə, xüsusilə mənim bir neçə təcrübəmdə olub ki, telefonu zəng edir və başlayır və ümumiyyətlə məsələnin sənə aid olmadığını da ona bildirə bilmirsən, çünki dinləmir. Belə olduq hallarda qısa tonlarla, yəni bu məsələni əgər qarşılıqlı müzakirə edəcəksə, mən sizi dinləməyə davam edəcəm. Əgər qarşılıqlı müzakirə etməyəcəksə, mən sizlə sağollaşmaq istəyirəm deyib,
bəzən telefonu söndürmək də effektiv variant ola bilər. Amma yenə deyirəm, bu qarşılıqlı hörmət prinsipləri çərçivəsində olmalıdır. Çünki insanlar bir-birlərinə ünsiyyətdə hədlərini mütləq şəkildə qorumalıdırlar. Qarşı tərəf öz həddini aşa bilər, amma biz çalışmalıyıq ki, o sərhədləri mütləq qoruyaq. Z nəsli üçün əsl rəhbər necə olmalıdır? Kimdir? Kimi siz öz rəhbəriniz hesab edirsiniz məsələn? Ümumiyyətlə istedadlı kadrlar, yəni Z nəsli olsun və digər nəsillər olsun, onlar bir iş yerində saxlayan əsas faktorlardan biri də rəhbərdir. Amma bu gün Z nəslində rəhbərdən gözləntiləri biraz daha fərqli olub və biraz daha da təkmilləşib deyə bilərik. Z nəsli düşünürkən yaxşı rəhbər dinləyir, rəy verir, inkişaf elətdirir və rol model olur. Z nəslinin bu gün istedadlı bir Z nəslinin komandada qalması üçün rəhbərdən bu tipli gözləntilər olur. Deyir, o mənim inkişafımla maraqlanmalıdır. Çünki mən buradayam, 2-3 ildən sonra mən harada olacam? Mənə rəy verməlidir, mənim boşluqlarım, yəni inkişaf açıq tərəflərim olmalıdır. Mən inkişaf elətdirmək üçün şərait yaratmalıdır və mənə rol model olmalıdır ki, mən ona baxıb öyrənim. Yəni bu gözləntilər xüsusilə də formalaşır. Və ekstradan bir şey də əlavə etmək istəyirəm. İngiliscə belə bir speak up deyilən bir anlayış var, hansı ki açıq ünsiyyəti təşviq edir və bu gün Z nəsli açıq ünsiyyəti bir növ gözlənti olaraq formalaşdırır. Və Z nəsli hər hansı bir fikri varsa, onu səsləndirməkdən bu bir növ psixoloji təhlükəsizlik və psixoloji müqavilədən mövzusudur. Z nəsli gözləyir ki, bir fikri varsa, onu açıq şəkildə səsləndirə bilsin və qarşı tərəf onun fikirlərini biz daha çox nədən qorxuruq? Bir fikir səsləndirərik. Bu fikir səhv fikir ola bilər. Bundan ona görə Z nəsli gözləyir ki, o fikir dinlənilsin, o olduğu kimi qəbul edilsin. Yəni inklüzivlik hazırda insan resurslarının aktiv araşdırma mövzularından biridir. Olduğu kimi həmin əməkdaş qəbul olunmaq istəyir. Digər bir məsələ də səhv etməklə bağlıdır. Xüsusilə Z nəsli səhv etməkdən qorxmaq istəmir. Çünki biz səhv etməkdən qorxsaq, o zaman səhvləri ortaya çıxarmağımız birinci çətinləşəcək. Onları inkişaf elətdirməyimiz, yəni boşluqlarımızı daha da inkişaf elətdirməyimiz çətinləşəcək. Digər bir tərəfdən də səhv etməkdən qorxulan yerdə innovativlik olmur. Xüsusilə də bununla bağlı Google-un Project Aristotle adlı bir araşdırması vardı. Orada maraqlı bir mövzudan deyir. Yəni deyir ki, psixoloji təhlükəsizliyi olan yerdə insanlar daha innovativdirlər, daha yaradıcıdırlar. Əgər bu yoxdursa, orada innovativliyi çox da kreativ həllər tapmaq biraz çətinləşir. Və həm də biz məsələn sadiqlikdən danışırıqsa, şirkətə bağlı qalmaqdan danışırıqsa, burada əsas məncə faktorlardan biri də odur. Emosional təhlükəsizliyi tam hiss edəndə, yəni ki, əməkdaşlar da həmin rəhbərin və yanında qalmaq və həmin layihədə qalmağı daha çox istəyəcəklər. Əlbəttə. Bir də burada söhbət Z nəslindən təkcə getmir. Məncə bütün insanlar belədir. Bizim söhbətin əvvəlində mən bir fikir səsləndirmişdim. İnsanlar şirkətləri deyir, orada keçirdiyi hissləri xatırlayırlar. Bu da bir növ psixoloji təhlükəsizlik məsələsidir. Yəni bu mühitdə mən özümü nə qədər təhlükəsizlik hiss edirəm. Mən bir fikir səsləndiriləndə, bu səhv fikir olanda mən bu səhv fikrə görə danlanılmayacağımı, buna görə mənə irad gəlməyəcəyini düşünməliyəm. İkinci məsələ, mən bir fikir səsləndirirəmsə, bu fikri icra etməyim üçün mühitin olması məsələsidir. Əgər bizim iş mühitimiz yeni ideyaları dəstəkləmirsə və yenilik etməyə insanlar təşviq etmirsə, bir növ təşviq məsələsi də olmalıdır. O zaman biz orada özümüzü çox da rahat hiss etmirik. İndi Z nəsli ilə bağlı müəyyən fikirlər həmişə tez-tez bizim efirdə səslənir. Siz burada ikən istəyirəm ki, hamısını bir-bir sizdən soruşum ki, baxın sizin haqqınızda milleniallar nə düşünürlər və hansılar doğrudur, hansılar yox. Məsələn, belə bir fikir var ki, Z nəslinin nümayəndəsi nə iş tapşırırsansa, sadəcə onu görəcək. Əlavə iş artıq ona nəsə həvalə edəndə və ya özü bir təşəbbüs göstərsin ki, gəlin mən sizə bunda da kömək edim. Bunu etmək istəmir. Deyir ki, mənim işim nədirsə onu eləyim və salam. Doğrudan da beləsiz? Bu şəxslərdən məncə müəyyən qədər dəyişir. Çünki təşəbbüskarlığı daha yuxarı olan şəxslər, onlar daha çox öyrənmək, daha çox yeni bir şeylər etməyə və yeni qatmaqda maraqlı olurlar. Amma təşəbbüskarlıq hissi aşağı olanlar, hansılar ki, onlar kapitalist yanaşırlar, düşünürlər ki, mənə bu iş üçün əmək haqqı ödənilir və yalnız mən bunu görəcəm. Bu zaman artıq bəli, onlar elə davranırlar. Xüsusilə də misal üçün biz baxsaq tez-tez LinkedIn-də məsələn belə postlar paylaşırlar ki, Avropada iş saatı bitdikdən sonra hər kəs telefonunu, kompüterini söndürür, gedir.
Hə, bu bir növ artıq yeni bazarın trendi. Trend demək təbii ki də doğru olmazdı. Artıq bazar belə formalaşır. Yəni bu təkcə Z nəsli ilə bağlı bir məsələ də deyil. Amma tam da bu siz daha çox şirkətin yaratdığı mühitdən asılıdır. Biz şirkətlərdə hansı bir hüquqi müqavilələr imzalayırıq, hansı ki əmək müqaviləsi adlandırırıq biz Azərbaycanda, bir də psixoloji müqavilələr var. Bizim təşkilatı mühitimiz əgər təşəbbüskarlığı təşviq eləyirsə və biz bayaq burada qayda budur modeli varsa, tamam, bizim bir ideyanı, rəhbər bir ideyanı verir, o ideyanı təkmilləşdirməyin daha yüksək bir nəticələr səbəb olacaq formada formalaşdırmaq bir mədəniyyəti varsa, Z nəsli də onu o formada icra edəcək. Yəni qaydalara tabe olacaqsınız. Düşünürəm ki, Z nəsli qaydalara tabe olur. Digər fikirlərdən biri, çünki məhz bununla bağlı idi ki, onlar daha çox azadlıq istəyirlər, sərt qaydalar istəmirlər. Rahat ofis anlayışı bu hər şeydən vacibdir sizin üçün. Belə fikirlər də var. Düşünürəm ki, bu hər insan üçün vacibdir, xüsusilə də Z nəsli üçün xüsusilə vacibdir. Yox, bizim nəsillər üçün deyirlər ki, vəzifə daha vacibdir. İndi bu da ümumiləşdirmə etməyək. Bəli. Amma əksər insanlarda məsələn belə bir anlayış var ki, bir öncəki nəsillər üçün daha çox vəzifə, səlahiyyət önəmlidirsə, artıq gələn yeni nəsil üçün önəmlidir rahat ofis. Birisi burada yenə gözlənti nəzəriyyəsidir. Daha öncəki nəsillər vəzifə olduqda onlar gözləntiləri qarşılanırdı. İndiki nəsillərdə isə daha çox tələbləri qarşılandıqda onların gözləntiləri qarşılanır. Örnək belə bir nümunə çəkə bilərik. Əgər mən ekspert olaraq istədiyim əmək haqqını, istədiyim səlahiyyətləri əldə edə bilirəmsə, mənim vəzifəmin qarşısında direktor yazılmasının çox da bir önəmi yoxdur. Amma daha öncəki nəsillərdə hansı ki yüksək əmək haqqı istəyirlərsə, yüksək səlahiyyətlər istəyirlərsə, onların vəzifələrinin ardınca direktor anlayışının olması daha önəmli idi. Bu biraz da iş sahibi anlayışına, biz hansı ki məhsul sahibi, iş sahibi anlayışlarına daha çox verir. Mənim işim budur, mən bu işin başındayam, mən bu işi nəticələndirəcəm, nəticəni verəcəm. Yəni mənə sən tapşırığı verirsən, mən onu icra edib gətirib sənə təhvil verirəm və o öz əlim, öz aşım ifadəsinə bir növ bənzəyir. Amma daha öncəki nəsillərin çalışdığı əmək bazarı biraz fərqli idi. Ona görə bunu bu formada müqayisə etmək biraz doğru görmürəm. Məsələn, siz əgər seçim qarşısında qalsaz ki, az pul, amma şirkət yaxşı inkişaf vəd edir, potensial daha çoxdur, hansını seçərdiniz? Mən məsələn qiymətləndirməm 4 illik olur. Ki 4 il sonra bu şirkət, bu vəzifə mənə nə vəd edir və əslən bunun üzərində qiymətləndirirəm, amma əmək haqqı mən deməzdim ki, məndə qiymətləndirməmdə aşağı leveldadır və əmək haqqı ilə paralel mən əslən 3 aspekt hər zaman qoyuram. Bir əmək haqqıdır, bir gələcək 4 ildən sonra nə vəd edir və üçüncüsü də inkişafdır. Ola bilər misal üçün, siz bir şirkətdə çalışırsınız, amma indi inkişaf edirsiniz, bu inkişaf 4 il sonraki əmək bazarının tələblərinə uyğun olmaya bilər. Və ya əmək haqqınız aşağı olursa, sizin əmək haqqınız aşağı olanda motivasiyanız yüksək olmaya bilər, tələbatlarınızı ödəyə bilməyirsiniz bu zaman. Yəni bunlar bir-birinə qarşılıqlı əlaqədə olduğu üçün mən üçünü də deyərdim ki, eyni ağırlıqda dəyərləndirirəm. Və ən çox eşidilən fikirlərdən biri də bu məna axtarışıdır. Məsələn, deyirlər ki, Z nəsli daha çox məna axtarışındadır. Başa düşməlidir ki, niyə bu işi görür, bu işin mənası nədir, nə qatır ona, şirkətə. Yəni anlasın ki, bu böyük bir prosesin hansı hissəsində o da var. Bu nə qədər aktualdır sizin üçün? Bu çox aktual bir məsələdir. Mənim özüm üçün də aktualdır və düşünürəm Z nəsli üçün də aktualdır və indiki əmək bazarında olan hər kəs üçün aktual bir məsələdir. Gördüyümüz işin mənası bizim üçün önəmlidir. Bu bir növ mən bunu görürəm və bunun nəticəsinin effektini başa düşmək istəyirəm. Bəzən deyirlər Z nəsli çox sorğuluyur, əslində budur. Yəni bir tapşırıq gələndə bunu niyə görürük? Bəlkə də bunu görməyə ehtiyac yoxdur. Z nəsli onu başa düşmək istəyir. Bir tapşırıq gəlir. Əslində çox razıyam, elə də olmalıdır. Məncə də elə olmalıdır, amma bəzən ola bilər ki, yəni digər nəsillər bunu biraz tam olaraq doğru görməyə bilər, amma gördüyümüz işin nəticəsi, hətta belə deyə bilərik, sosial məsuliyyət anlayışı indi aktual bir məsələlərdən biridir. Ən azı bir işçi, istedadlı bir gənc düşünür ki, mən bu işi görəcəm, bu işin cəmiyyətdə tövbəsi nədir? Bu işin çalışdığım şirkətdə tövbəsi nədir? Bu bilirsiniz, əgər bu kimi içgüdülər olandan sonra inkişaf olur. Misal olaraq deyə bilərik, əgər suallar olmadığı yerdə inkişaf biraz gec olur. Biz bir prosesi sorğuluyuruq ki, onu daha sürətli necə görə bilərik.
daha öncəki illərdə, xüsusilə də bizdən öncə Z nəslindən öncəki nəsillərin dövründə prosesləri idarə etmək daha çətin idi. Çünki proseslərin böyük əksəriyyəti avtomatlaşdırılmış deyildi. Böyük həcmdə datalar var idi, hər şey kağız üzərində idi. Onları idarə etmək çətin idi. Ona görə bu mövzular aktual deyildi. Çünki insanların fokus olduğu mövzular vardı. İndiki dövrdə proseslərin böyük əksəriyyəti avtomatlaşdırıldığı üçün onları idarə etmək asanlaşıb, artıq insanları idarə etmə məsələsi daha aktualdır. Yəni biz proseslərin idarə edilməsi mövzusundan insanları idarə edilməsi mövzusuna keçid etdiyimiz üçün bu mövzular aktualdır. Mən bəsit bir nümunə deyimsə, əgər bizdən öncəki nəsillərin dövründə də proseslər bu qədər avtomatlaşdırılmış olsaydı, onlar da bu mövzuları müzakirə edəcəklər. Yəni bazar inkişaf elətdikcə yeni bir tələblər formalaşır. Bəsit deyim, öz əkin sahəsini, yəni öküzlə şumlayan bir insanın və digər texniki, yəni maşınlarla şumlayan bir insanların prosesləri eyni deyil. Çünki proseslər dəyişdikcə insanların gözləntiləri də dəyişib və bu formada. Bəs əvvəllər insanlar taxıl əkirdisə, bunu taxılı əllə səpirdilər. Bir müddətdən sonra artıq proseslərin təkmilləşdilər, taxıl əkən sıra ilə dən əkən aparatlardan istifadə etməyə başladılar. Əllə səpən insanın gözləntiləri, davranışları ilə texnikadan istifadə edib, bütün proseslərin texnikadan istifadə edən insanların davranışları da fərq dəyişir. Və onlar dəyişirsə, Z nəslinin dəyişməməsi biraz düşünürəm ki, doğru olmaz. İndi Z nəslindən sonra gələn nəsillərin tamamilə başqa gözləntiləri olacaq. Bu gözləntilərdə bir növ bazar sövqidir formalaşmasına. Və sonuncu bir yanaşma var, onu da mütləq sizdən soruşmalıyam. Deyirlər ki, Z nəslinə elə gəlir ki, milleniallar lazımsız yerə işi çox böyüdürlər, çox həssaslıqla yanaşırlar, çox işləyirlər ümumiyyətlə və lazımsız çox işləyirlər. Yəni burada bu qədər özünü öldürməməliydin, amma sən özünü öldürdün. Sizə belə görünür? Bu kimi hallar olmur deməyim, bir çox hallarda olur. Bəzi misal üçün çalışdığım təcrübələrdən deyirəm, bəzi tapşırıqlar olur ki, onun xüsusi bir məntiqi olmaya bilir. Sizə görə? Mənə görə biz hansı açısından qiymətləndirilir? Çünki bu proses nə qədər effektivdir bizim gördüyümüz işə. Görürük ki, effektiv deyil, amma müəyyən bir proseslər qoyulub və sən onu icra eləməlisən. Məntiqsiz görsən də icra eləməlisən. Çünki burada qayda budur, məntiqi. Yəni bizdə proseslər belə gedir, məntiqi var və çox vaxtda yəni digər nəsillər, xüsusilə Z nəslindən öncəki nəsillər biraz dəyişikliklərə çox dirəşirlər. Bu normaldır. Z nəsli özündən sonraki gələn nəslin dəyişikliklərini biraz çox da tez qəbul edəməyəcəklər. Çünki insanlar istənilən halda dəyişikliklərə qarşı bir müqaviməti olur. Xüsusilə də biz 4-cü sənaye inqilabından sonra hansı ki proseslər, zavodlar yaranmağa başlandı. Ondan öncəki proseslər necə idi? Kəndli yayda biçirdi, yığırdı, qışda yayda yığdığını istifadə edirdi və sizin bu kəndləri sonra apardılar zavodlarda. Birinci gündüz saatlarında işlətməyə başladılar. Elektrik enerjisi kəşf olunandan sonra, lampa kəşf olunandan sonra 24 saat işlətməyə başladılar. Səncə bizi o dövrlərlə müqayisə etməyiniz çox maraqlıdır. Yəni o qədər sizə keçmişdə qalmış kimi görünürük. Yox, sizləri müqayisə eləmirəm. Sadəcə mən inkişaf prosesini, bazarın inkişaf prosesini bir növ izah etməyə çalışıram ki, həmin dövrdə insanlar da yeniliklərlə müqavimət göstərirdilər. Milleniumlar da göstərirlər. Bizdən sonra alfalar, betalar gəlir. Biz də onlara qarşı müəyyən proseslərdə müqavimət göstərəcəyik. Yəni hər şey olduğu kimi qəbul etməyəcəyik. Çünki insanlar bir öyrəşdikləri bir rutin var. Biz çox vaxt deyirik ki, biz komfort zonadan çıxmaq istəyirik, amma komfort zonadan hər zaman çıxmaq istəmirik. Yeni bir nəsil gəldikdə o bizi sövq edir ki, komfort zonadan çıxırıq və biz onunla müəyyən qədər dirəşirik, çıxmaq istəmirik. Aydındır. Camal, çox sağ olun gəldiyinizə görə. Mənə çox maraqlı oldu bugün sizinlə ünsiyyətdə olmaq. Ümid edirəm ki, dinləyicilərimiz üçün də bir o qədər faydalı oldu. Bugünkü həmsöhbətim 2-ci yüksəliş müsabiqəsinin qaliblərindən olan Camal Nağıyev idi. Biz onunla birlikdə həm istedadlı gənclərin gözləntiləri nədir şirkətdə, onları necə şirkətə bağlı saxlamaq olar, bu məsələlər haqqında danışdıq.